Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Studiyada mən Turac İbrahimova işləyirəm. Qardaban Bələdiyyəsinin Girit kəndində Teletoba el bayramı keçirildi. Tədbirin proqramı yaradıcı və əyləncəli çıxışlarla zəngin idi. Şənlikdə yerli əhali ilə yanaşı Qardaban Bələdiyyəsinin meri David Qarqarateli də yer alırdı. Konserti Kartvelo rəqs ansamblı açdı. Gənc rəqqaslar tamaşaçılar qarşısında gürcü xalq rəqslərini ifa etdilər. Tədbirdə yerli yaradıcı qruplar əl işləri və rəsm əsərlərini təqdim etdilər. Əl işlərini təhsil müəssisələrinin nümayəndələri gözdən keçirdilər. Bugünkü proqramda idman tədbirləri də yer almışdı. Xüsusilə sərbəst güləş üzrə yerli və xarici güləşçilər mübarizə apardılar. Tədbir Teletil Şavnabada komandasının Tacminda komandasını 1-0 hesabı ilə məğlub etdiyi futbol oyunu ilə başa çatdı. Qalib komandalara medallar və kubok Qardaban Bələdiyyəsinin meri David Qarqarateli və yerli özünü idarə etmə nümayəndələri tərəfindən təqdim edildi. Bugün biz teletlilər üçün böyük əhəmiyyət kəsb edir. Bugünün həm də İsa Məsihin göylərə ucalmasının 40-cı gününə təsadüf etməsi çox sevindiricidir. Hər kəsi bayram münasibəti ilə təbrik edirəm. Xristiyan aləmi 29 may İsa Məsihin meracı, onun göylərə qalxması bayramını qeyd edir. Pravoslav kilsəsi Pasxa bayramından 40 gün sonra İsa Məsihin göylərə qalxmasını yad edir. Pravoslavlar üçün göyə yüksəliş hadisəsi insanın Allah ilə birləşməsi və Allahda izzətlənməsi deməkdir. Məsih yalnız öz yerini almadı, o bizi də həmin yerə hazırladı. O göydə bizi gözləyən vəhdəti göstərdi. Yerdə isə bu birliyə aparan müqəddəs ruhun işidiyi başlatdı. Rəbb göylərə qalxarkən həvarilərə eləcə də bizlərə böyük tapşırıq və vəd verdi. Dövrün sonuna qədər bizimlə olacağı haqqında vəd müqəddəs ruhun davamlı dəstəyinin və kilsənin daimi varlığının zəmanətidir deyə kilsənin müraciətində qeyd edilir. İyunun 1-də Marneolin Mədəniyyət Evi uşaqların müdafiəsi gününə həsr olunmuş tədbir təşkil edəcək. Tədbir çərçivəsində həm əyləncə, həm də idman məkanları təşkil olunacaq. Konsert hissəsini isə Marneoli Bələdiyyəsinin Mədəniyyət Mərkəzində yerləşən vokal studiyası təqdim edəcək və burada 90-cı illərin hitlərini ifa edəcəklər. Ənənəvi olaraq iyunun 1-də uşaqlar üçün planlaşdırılan tədbir proqramımız var. 14:00-da kitabxananın zalında film nümayişi ilə başlayan tədbirlərimiz Mədəniyyət Mərkəzinin həyətində kitab sərgisi, ictimai kitab oxumaq, Amerika küncü, heykəl güşəsi, rəsm küncü, üz boyama, yaşıl künc, şahmat, idman akrobatikası, vokal studiyasının konserti və 17:00-da Tamariz kənd kukla teatrının kompleks studiyasının premyerası ilə başa çatacaq. Bizim ordumuz layihəsi son mərhələdədir. Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri bu semestrdə ölkə üzrə 500-ə yaxın məktəbə baş çəkiblər. Son görüşlərdən biri Qori şəhərindəki Vajapşavila adına 9 nömrəli dövlət məktəbində keçirilib. Burada şagird və müəllimlərə müdafiə qüvvələrinin yaranma tarixi, strukturu, hərbi xidmət qeyimləri, hərbi təhsil, karyera imkanları barədə təqdimat keçirilib. İclasda milli və beynəlxalq təlimlər, eləcə də milli qəhrəmanlar mövzusu müzakirə olunub. Layihənin növbəti mərhələsi 2025-26-cı tədris ilində yenilənəcək. Məqsədi isə müdafiə qüvvələri haqqında məlumatlılığın artırılmasıdır. Biz məktəb şagirdlərinə müdafiə qüvvələrinin yaranma tarixi, strukturu, çağırış və xidmət formaları, hərbi təhsil və karyera yüksəlişi, müdafiə qüvvələrində olmağın üstünlükləri haqqında təqdimatla məlumat verdik. Həmçinin tələbələri milli və beynəlxalq ordu ilə tanış etdik. Bu əlinizdə olan son məlumat idi. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.